Qədim əkinçilik mədəniyyətinə malik olan Azərbaycanın aqrar sənaye sektoru da müstəqillik illərində kompleks islahatlar nəticəsində əsaslı inkişaf yolu keçib. Respublikamızda 8 milyon 641 min 506 hektarlıq vahid torpaq fondunun 1 milyon 700 min hektarından çoxunu əkin və dinc, 161 min 81 hektarını çoxillik əkmələr, 259 min 37 hektarını həyatyanı sahələr, 109 min 709 hektarını biçənəklər, 2 milyon 500 min hektardan çoxunu isə örüş və otlaqlar təşkil edir. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində MDB məkanında aqrar sənaye kompleksində ən cəsarətli islahatlara ilkin olaraq Azərbaycanda təkan verildi. 1995-1996-cı illərdə aqrar islahatların əsasları haqqında, savxoz və kolxozların islahatı haqqında və torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunları qəbul edildi. Bu qanunun işlənib hazırlanmasına biz bu qədər vaxt sərf etmişik, bu qədər səy qoymuşuq, bu qədər biz təcrübə təhlil edərək bu cəsarətli bir qanunun qəbul olunması haqqında qərar qəbul etmişiksə, bütün vətəndaşlarımız əmin ola bilər ki, bunun həyata keçirilməsi prosesini biz bundan güclü edəcəyik. Çünki ən çətin bu qanunun qəbul olunması dərəcəsinə gəlib çıxmaqdır. Artıq bu dərəcəyə biz gəlib çıxmışıq. Bu dərəcəyə çıxmışıqsa, artıq nə gecikmə olar, nə ləngimək olar, nə yerində sayma olar, nə də geriyə qayıtma olar. Olmaz. İrəliyə getmək lazımdır. Ümumilikdə 1995-2004-cü illərdə aqrar sahə ilə bağlı 100-dən çox hüquqi normativ akt imzalandı. Təbii ki, aqrar sənaye kompleksində aparılan islahatların uğurla nəticələnməsi torpaq islahatı və özəlləşdirmənin nə dərəcədə mükəmməl həyata keçiriləcəyindən asılı idi. Ulu Öndər Heydər Əliyev müstəqilliyin ilk illərində bu prosesin düzgün, beynəlxalq təcrübə və perspektiv də nəzərə alınmaqla reallaşdırılmasının strateji əhəmiyyətini zərgər rəqli ilə qiymətləndirdi. Respublikamızda torpaq islahatı haqqında qanun 1996-cı ildə qəbul edilsə də, əslində ümummilli lider bu prosesə təcrübə məqsədi ilə 1992-ci ildə Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə start vermişdi. Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlərə verilməsi qısa müddətdə öz müsbət təsirini göstərdi. Bu təcrübə aqrar islahatla bağlı müdrik, min ölçülü bir biçilən və məhz vaxtında qərar qəbul edilməsində də əhəmiyyətli rol oynadı. Hələ torpaq islahatı haqqında qanun qəbul olunmamışdan mən göstəriş verdim ki, mal qaranı heç qanun qəbul olmamışdan qoy özəlləşdirsinlər. Çünki bunu mən Naxçıvanda artıq 92-ci ildə etmişdim və onun nəticələrini Naxçıvan əhalisi görür və bu günlər o barədə Naxçıvanın başçısı Vasif Talıbov rəqəmlər göstərdi. Çoxları anlamırdılar ki, bu yaxşı nəticə verə bilər. Ancaq bu nəticələr var. Ümumxalq müzakirəsindən sonra torpaq islahatına dair dövlət proqramı və bu sahədə islahatın keçirilməsi üçün hərtərəfli hüquqi normativ baza hazırlandı. Bir neçə il ərzində 50-dən çox fərman, qanun və digər hüquqi normativ akt əsasında Respublikamızda torpaq islahatı uğurla reallaşdırıldı. 1997-ci ildən aqrar islahat prosesi sürətləndi. Əksər MDB ölkələrinin də dərindən maraqlandıqları nümunəvi model xarakter alan həmin proses tezliklə haqlı olaraq Heydər Əliyev aqrar islahatı kimi tarixə düşdü. Torpaq islahatı nəticəsində Azərbaycanın vahid torpaq fondunun 56,9% dövlət mülkiyyətində qaldı, torpağın 23,5% bələdiyyə, 19,6% isə xüsusi mülkiyyətə verildi. 3 milyon 500 minə qədər soydaşımız pulsuz və əvəzsiz olaraq torpaq mülkiyyətçisinə çevrildi. Ən başlıcası MDB-nin əksər ölkələrindən fərqli olaraq Respublikamızda vətəndaşlara ən yararlı və keyfiyyətli torpaqlar verildi. Kompleks xarakter daşıyan torpaq islahatı soydaşlarımızda torpağa mülkiyyətçilik hissindən qaynaqlanan doğma münasibət formalaşdırdı, min bir çətinliklə üzdə qalan gənc Azərbaycan dövlətində kütləvi işsizliyin miqyasını azaltmağa imkan yaratdı, aqrar sənaye kompleksinin dirçəldilməsinə münbit zəmin formalaşdırdı, kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminat yaxşılaşdı, regionun və qeyri-neft sektorunun inkişafına yaşıl işıq yandırıldı. Qısa müddətdə Azərbaycanın kənd təsərrüfatı itirilmiş mövqələrini bərpa etməyə başladı. Və bunlar onu göstərir ki, biz iqtisadi siyasətdə düz yoldayıq, bazar iqtisadiyyatını biz yaratmışıq, bazar iqtisadiyyatı formalaşır, bazar iqtisadiyyatı inkişaf edir. 2003-cü ildənsə Prezident İlham Əliyev Respublikamızın aqrar sənaye kompleksinin inkişafında əsaslı irəliləyişə təkan verdi.
Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsi də ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı və digər dövlət proqramlarına fəal qoşuldu. Hazırda torpaqların texniki uçotunun elektron formatda aparılması, bonirovkası, iqtisadi qiymətləndirilməsi, xəritələşdirilməsi və digər mühüm tədbirlər reallaşdırılır. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramı üzrə də torpaq ehtiyatlarının inventarlaşdırılması, onların kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi üçün də kompleks iş aparılır. 2009-2010-cu illərdə bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı 4000-dən çox müsabiqə və həracın keçirilməsi də bu istiqamətdə müsbət addımlardandır. Ümumilikdə uğurlu torpaq islahatı bu prosesin ardıcıl olaraq təkmilləşdirilməsi və beynəlxalq təcrübənin geniş tətbiqi, kənd təsərrüfatı kompleksinin bazar prinsipləri əsasında yenidən qurulması, savxoz və kolxozların ləğv olunması, onlara məxsus torpaq, mal-qara və əmlakin kəndlərə paylanması bu sahədə ciddi struktur dəyişikliyi və keyfiyyətcə fərqli münasibətlər formalaşdırdı, ölkəmizdə aqrar sənaye kompleksinin yeni inkişaf mərhələsinə hər tərəfli zəmin yaratdı. Ümummilli lider Heydər Əliyevin kənd təsərrüfatında reallaşdırdığı islahatlar ardıcıl və kompleks xarakteri ilə fərqləndi. Həmin dövrdə MDB məkanında analoqu olmayan torpaq islahatı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım mexanizmi formalaşdırıldı, beynəlxalq təcrübə yaxından öyrənildi, beynəlxalq təşkilatlarla birgə bir sıra mühüm layihələrin icrasına başlandı. Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafı məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlar torpaq vergisindən başqa digər vergi ödəmələrindən də azad edildilər. Tezliklə hüquqi şəxs statusu fermer təsərrüfatı, kiçik müəssisə, kooperativ və digər özəl təsərrüfat subyektləri yarandı. Ulu Öndərin aqrar sənaye kompleksinin köklü şəkildə inkişafı üçün formalaşdırdığı əlverişli zəmin 2003-cü ildən başlayaraq bu sahədə islahatların sürətləndirilməsinə geniş imkanlar açdı. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı üzrə nəzərdə tutulan obyektlərin tikintisi və təmiri yenidən qurulması üçün Kənd Təsərrüfatı Nazirliyi sisteminə 2004-2011-ci illər ərzində 34 milyon manatdan çox investisiya yönəldildi. İqtisadi İnkişaf Nazirliyinin sahibkarlara kömək milli fondunun xətti ilə 2005-2010-cu illərdə müvəkkil kredit təşkilatları vasitəsilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrində fəaliyyət göstərən 7449 sahibkarlıq subyektinə 228,7 milyon manat kredit verildi. Dövlət aqrar bölmədə çalışan sahibkarlara, yanacaq və motor yağlarına, buğda və çəltik səpinə, toxum və ting istehsalına, gübrə satışına görə yardım və subsidiyalar da ayırdı. Aqrar bölmədə çalışan fiziki və hüquqi şəxslərə Kənd Təsərrüfatı Nazirliyi yanında kənd təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyi tərəfindən də büdcədən ayrılmış 34,3 milyon manat və əvvəlki illərdə verilmiş kreditlər üzrə daxil olmalar hesabına da böyük miqdarda güzəştli kreditlər təqdim olundu. Həmin kreditlər 13 müvəkkil kredit təşkilatı vasitəsilə ölkənin 48 rayonunda aqrar sektorda sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1300 fiziki və hüquqi şəxsə çatdırıldı. Ümumilikdə isə kənd təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan kənd təsərrüfatının inkişaf və kreditləşdirilməsi, ikinci kənd təsərrüfatının inkişaf və kreditləşdirilməsi, dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi proqramı, kənd investisiya layihəsi, Şimal-Şərq kənd inkişaf, Şimal-Qərb kənd inkişaf və sair layihələr çərçivəsində 125 minə qədər soydaşımıza 113 milyon manatdan çox kredit verildi. Ötən illərdə aqrar islahatların uğurla reallaşdırılmasında kənd təsərrüfatı bölməsinin müasir texnikalar və avadanlıqlarla təchizatında mühüm addımların atılması da böyük rol oynadı. Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Aqrolizing Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Bu iqtisadi qurumun fəaliyyəti dövründə 2644 fiziki və hüquqi şəxsə 54,4 milyon manat dəyərində 4693 kənd təsərrüfatı texnikası, o cümlədən 1434 traktor, 96 kombayn, 64 ekskavator, həmçinin 3098 ədəd digər kənd təsərrüfatı maşını lizinqə verildi. Vaxtilə aqrolizinqi yaradanda da müxtəlif fikirlər var idi. Ancaq mən hesab edirəm və həyat bunu göstərdi ki, ən düzgün addımdır. İndi bəzi fikirlər var ki, aqra servislər o Sovet dövründən qalan mirasdır. Amma Sovet dövründə də axı müsbət hallar, müsbət təşəbbüslər kifayət qədər idi. Məhz Sovet dövründə Azərbaycanda 2 milyon ton üzüm istehsal olunurdu, 1 milyon ton pambıq istehsal olunurdu. Heydər Əliyevin burada fəaliyyəti nəticəsində.
Mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına texniki xidmətlərin göstərilməsi üçün ölkənin 55 rayonunda təsərrüfat hesablı agroservis filialları və onların tərkibində 100-dən çox mexanikləşdirilmiş dəstələr yaradıldı. Ümumilikdə 2005-2010-cu illərdə cəmiyyətin xətti ilə 11 minə qədər müxtəlif təyinatlı texnika, 298 min tonundan çox mineral gübrə və 1485 baş cins mal qarı alınaraq lizinqə verilib və ya lizinq qaydasında satılıb. Həmin dövrdə mineral gübrələrin və pestisidlərin saxlanması və satışı məqsədi ilə rayonlarda hər birinin tutumu 10-12 ton olan logistik anbarlar, texnika və avadanlıqların saxlanması və satılması üzrə 4 regional baza yaradılıb. Respublikamızda müasir traktor və digər kənd təsərrüfatı texnikalarının istehsalına başlanması da təqdirə layiq tədbirlərdəndir. Tezliklə ölkəmizdə gübrə zavodu da tikiləcək. Dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmiz daxili bazarın gübrə tələbatını ödəməklə yanaşı, həmin əmtəənin ixracatçısına da çevriləcək. Təbii ki, kənd təsərrüfatının inkişafına hər tərəfli dövlət qayğısı bu sahədə böyük irəliləyişə səbəb oldu. Ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Bütövlükdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində bizim konkret planımız var, proqramımız var. Çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları Azərbaycanda istehsal olunsun. Bu da ümumi bir məqsəddir və bəzi pozisiyalar üzrə biz bu məqsədə çatmışıq, haradakı çatmamışıq, sahibkarlığa dövlət kömək Milli Fondunun kreditləşməsi hesabına və digər bəlkə dövlət vəsaiti hesabına biz bunu təmin etməliyik. Hazırda idxalı əvəzləyən məhsulların istehsalının genişləndirilməsinə xüsusi diqqət yetirilir. Taxılçılıq Respublikamızın aqrar sənaye kompleksinin ənənəvi olaraq əsas sahəsi sayılır və ümumi əkin sahəsinin 66%-ni əhatə edir. Taxıl, yeyinti və emal sənayesi sahələrinin xam malının əsas tərkib hissəsini təşkil edir və ümumilikdə ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Aparılan məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq 2009-cu ildə ölkəmizdə rekord miqdarda 3 milyon tona qədər taxıl istehsal olundu. 2009-cu ildə 2003-cü illə müqayisədə taxıl istehsalının artımı 145% təşkil etdi. Azərbaycan və Qazaxıstan hökumətləri ölkələrimizin taxıl bazarında səmərəli və davamlı sistemin yaradılması üçün Aktau şəhərində yerləşən dəniz ticarət limanındakı taxıl terminalının imkanlarından istifadə etməklə Azərbaycanda taxıl terminalının tikintisi və istismarını məqsədə uyğun saydılar və Azərbaycan-Qazaxıstan hökumətləri arası İqtisadi Əməkdaşlıq Komissiyasının 2005 və 2006-cı illərdə keçirilən iclaslarının protokollarına əsasən aqrar sahədə əməkdaşlığın genişləndirilməsi çərçivəsində bu layihə reallaşdırıldı. Bakı Taxıl Terminalı Məhdud Məsuliyyətli Cəmiyyəti ilk növbədə istehsal gücü ildə 500 min ton olan və yüksək texnoloji avadanlıqlarla təchiz edilən taxıl terminalını yaratdı. Terminaldan taxıl, dəmir yolu, həmçinin avtomobillərlə daşına bilər. Terminal Azərbaycanın yüksək keyfiyyətli taxılla təmin edilməsindən başqa, Qazaxıstan taxılının Qafqaz, Qaradəniz regionu və Avropa ölkələrinə daşınmasına kömək edəcək. Müstəqilliyin ilk ili ilə müqayisədə 2010-cu ildə dənli və dənli paxlalıların istehsalı təqribən 1,5 dəfə, kartof 5,3 dəfə, tərəvəz 1,5 dəfə, ərzaq bostan məhsulları 7 dəfə, meyvə gilə meyvə 1,5 dəfə artdı. Heyvandarlıq üzrə həmin dövr üçün statistik göstəricilər də ürək açandı. Hesabat dövründə malqaranın baş sayı 1,57 dəfə, kəsilmiş çəkidə ət istehsalı 1,6 dəfə, süd 1,6 dəfə, yumurta 1,23 dəfə və yun istehsalı 1,5 dəfəyə qədər artdı. Cari ilin sosial-iqtisadi yekunlarına görə də aqrar sənaye bölməsinin statistik göstəricilərinin xeyli yaxşılaşacağı gözlənilir. Hazırda Azərbaycan dövləti sahibkarları daha çox soyuducu kamera və taxıl anbarlarının tikintisinə yönəldib və bu məqsədlə dəstəyini əsirgəmir. İndiyə qədər 25 müasir soyuducu kamera və 14 taxıl anbarı tikilərək istifadə verilib. Toxumçuluğun inkişafı da dövlətin xüsusi diqqət mərkəzindədir. Yevlaxda Prezident İlham Əliyevin də açılışında iştirak etdiyi Azər Toxum Respublikamızda ilk belə müəssisə oldu. Həmin iqtisadi qurum
ölkəmizdə toxumu olan tələbatın 15-20%-ni təmin edəcək. Dövlət başçısı bu məsələnin strateji əhəmiyyətini nəzərə alaraq Azər Toxum müəssisəsinin genişləndirilməsi və eyni zamanda Respublikamızın digər bölgələrində bu cür müəssisələrin yaradılması barədə tapşırıqlar verib. Məqsəd ölkəmizin yüksək məhsuldarlıqlı toxumu olan tələbatını 100% yerli istehsalla ödəməkdir. Əvvəlki illərdə görülmüş işlər öz bəhrəsini verir, soyuducu anbarların, taxıl anbarlarının tikintisi kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərmişdir. Növbəti illərdə bu müsbət meyllər daha da gücləndirilməlidir. Eyni zamanda kənd təsərrüfatının inkişafı üçün çox vacib sahə sayılan toxumçuluq sahəsini biz inkişaf etdirməliyik. Bu sahədə artıq Azərbaycanda böyük özəl müəssisələri yaradılmışdır. Mən o müəssisələrdə olmuşam. Hesab edirəm ki, bu təşəbbüsləri biz dəstəkləməliyik. Sahibkarlara yeni imkanlar, kreditlər ayrılmalıdır. Yerli icra orqanları onlara öz dəstəyini verməlidirlər ki, toxumçuluqla bağlı məsələlər öz həllini tezliklə tapsın. Respublikamızda əhalinin taxıl məhsullarına, xüsusən ərzaq buğdasına olan tələbatının ixaldan asılılığının maksimum azaldılması, onun yerli istehsal hesabına ödənilməsi sahəsində məqsədyönlü tədbirlər genişləndirilir. Prezident İlham Əliyevin Respublikamızda taxılçılıq üzrə böyük fermer təsərrüfatlarının yaradılması tapşırığına uyğun olaraq da ötən müddətdə xeyli iş gördük. Hələ istifadə edilməyən torpaqların bir qisminin cəlb edilməsi yolu ilə yaradılacaq yeni böyük taxılçılıq təsərrüfatları qarşıya qoyulan məqsədə doğru mühüm addım olacaq. Çalışmalıyıq ki, 2009-cu ilin səviyyəsinə 2011-ci ildə biz qalxaq və ondan da böyük səviyyə qalxaq və bu barədə də artıq fikir mübadiləsi aparılmışdır. Böyük fermer təsərrüfatlarının yaradılması üçün müəyyən addımlar atıla bilər. Çünki vaxtilə torpaq islahatı Azərbaycanda aparılmışdır. Azərbaycan bu sahədə hesab edirəm ki, MDB məkanında qabaqçıl yerlərdədir, ən mütərəqqi islahatlar aparılmışdır. Ancaq bununla bərabər bizim hələ istifadədə olmayan torpaqların istifadəyə cəlb olunması üçün əlavə tədbirlər görülməlidir. Böyük fermer təsərrüfatlarının yaradılması üçün dövlət tərəfindən bütün infrastruktura, təchizat məsələləri həll olunmalıdır. Yəqin ki, tender prinsipi əsasında sahibkarlar öz təkliflərini verməlidirlər, o təkliflərə baxılmalıdır. Ondan sonra dövlət yenə də öz maliyyə imkanlarından istifadə edib, böyük fermer taxılçılıq təsərrüfatlarının yaradılması üçün maliyyə dəstəyini də verəcəkdir. Dövlət başçısı maldarlıq və quşçuluğun inkişafı ilə bağlı da silsilə tapşırıqlar verib. Quşçuluqda daxili tələbatın hazırda yalnız 70-75% yerli əmtələr hesabına ödənilir. Bunu 100%-ə çatdırmaq qarşıya məqsəd qoyulub. Son illərdə çoxillik əkmələrin, xüsusilə üzüm və nar bağlarının sahibkarlar tərəfindən genişləndirilməsi yerli emal müəssisələrinin fəaliyyətini gücləndirməsinə, yeni müəssisələrin yaranmasına, müasir texnologiyaların tətbiqinə və beynəlxalq standartlara uyğun məhsul istehsalını qaydaya salmağa hərtərəfli imkanlar yaradıb. Hal-hazırda Azərbaycanda bir çox məhsullar üzrə biz nəinki özümüzü təmin edirik, eyni zamanda məhsulları ixrac edirik və gələcəkdə ixracın artması da gözlənilir. Yeni bazarlara çıxış üçün əlavə araşdırmalar aparılmalıdır. Yeni bazarları biz özümüz üçün aşkar eləməliyik, o bazarlara daxil olmalıyıq və bu məsələlərin həlli üçün həm İqtisadi İnkişaf Nazirliyi, həm Xarici İşlər Nazirliyi birgə səylər göstərməlidirlər. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Biz xarici ölkələrin bazarlarına həm investisiyalarla, həm də hazır məhsullarla daha da geniş şəkildə çıxmalıyıq. Buna imkan var. Artıq Azərbaycanda istehsal olunan məhsulların bir çoxu dünya standartlarına cavab verir. Çox keyfiyyətli, təmiz, təbii kənd təsərrüfatı məhsullarıdır.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, inkişaf etmiş ölkələrdən damazlıq heyvanların satın alınması, iri heyvandarlıq təsərrüfatlarının yaradılması işi də ildən ilə təkmilləşdirilir. Bu baxımdan Prezident İlham Əliyevin 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramında paytaxtın kənd və qəsəbələrində ətlik və südlük maldarlığın inkişaf etdirilməsinin nəzərdə tutulması da mühüm addımlardandır. Bu proqram çərçivəsində Respublikamızda taxılın əkin sahəsinin 900 min hektara, məhsuldarlığın hər hektardan 32 sentnerə və ümumi istehsalın 2,8 milyon tona çatdırılması başlıca hədəf kimi qarşıya qoyulub. 2006-cı ilin iyul ayının 17-sindən başlayaraq hər həftənin şənbə və bazar günlərində Bakı şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi də olduqca vacib tədbirlərdəndir. Bu, istər paytaxt əhalisi, istərsə də məhsul istehsalçıları tərəfindən böyük razılıqla qarşılanıb. Həmin yarmarkalara Respublikamızın 40-dan çox rayonundan mütəmadi olaraq kənd təsərrüfatı məhsulları göndərilir. Prezidentimiz sizə təşəkkürümüzü bildiririk. Gözəl belə bir yarmarka yaratmışsınız. Vallahi Allah sizi bizim üstümüzdə razı yox, həqiqi razı. Həmişə bizim xalqımızın, millətimizin üstündə olasınız. Təşəkkür edirəm. Çox sağ olun. Cari ildə kənd təsərrüfatında artımın orta hesabla 6% üstələməsi müsbət dinamikaya dəlalət edir. Hazırda özəl sektorun çəkisi 100% çatan aqrar sənaye kompleksində islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bu sahədə ən inkişaf etmiş ölkələrin təcrübəsi əsasında arıcıl yenidən qurma tədbirləri reallaşdırılır. Bu sahə daim diqqət mərkəzindədir və bütün dövlət qurumları, nazirlik, prezident administrasiyası, İqtisadi İnkişaf Nazirliyi, fond, deməli, yerli icra orqanları burada koordinasiya şəklində öz işini qurmalıdırlar ki, ölkəmizin bu istiqamətdəki siyasəti daha da təsirli olsun və daha da məqsədyönlü olsun. Aqrar islahatların uğurla aparılmasında ölkənin meliorasiya və su təsərrüfatının həlledici payı var. Müstəqillik dövründə, xüsusilə son illərdə bu sahədə əsaslı inkişaf yolu keçib. Qədim əkinçilik diyarlarından sayılan Azərbaycanın suvarma və meliorasiya sistemi mərhələ-mərhələ inkişaf edərək indiki müasir səviyyəyə çatıb. Bu baxımdan 1969-1982-ci illərdə həyata keçirilmiş kompleks yenidən qurma tədbirləri həmin sahənin köklü şəkildə inkişafında mühüm rol oynadı. Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində 1969-1982-ci illərdə Azərbaycanın meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan çox vəsait qoyuldu. Bu da Sovet dövrünün ilk 50 il ərzində həmin sahəyə yönəldilən investisiyadan 2 dəfə çox idi. Nəticədə o dövr üçün müasir meliorasiya və irriqasiya sistemi formalaşdırıldı, suvarılan torpaqların sahəsi 1,5 dəfə artdı. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə müstəqilliyin ilk illərində tamamilə bərbad vəziyyətə düşən və dağılmaq təhlükəsi ilə üzrə qalan meliorasiya və su təsərrüfatı sistemində böhran vəziyyətinə son qoyuldu, bu sahə tamamilə dağılmaq təhlükəsindən xilas edildi. Həmin dövrdə Respublikamızın mövcud meliorasiya potensialı qorunub saxlandı. Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ilkin olaraq bu sahədə islahatların əsas məqsədi və vəzifələr müəyyənləşdirildi. Aqrar islahatın tərkib hissəsi kimi meliorasiya və irriqasiya sistemində aparılacaq yenidən qurmanın torpaq islahatı ilə uzlaşdırılması məqsədə uyğun sayıldı. Qısa müddətdə islahatın 30-dan çox sənəddən ibarət normativ hüquqi bazası yaradıldı. Bu sənədlərdən ən mühümü Ulu Öndərin 1996-cı ildə imzaladığı meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikası qanunudur. Diqqəti çəkən daha bir vacib məqam. Hazırda meliorasiya və su təsərrüfatı səhmdar cəmiyyəti tərəfindən istismar edilən kollektor və drenaj şəbəkələrinin əksəriyyəti vaxtilə kolxoz, savxoz və digər kənd təsərrüfatı müəssisələrinin balansında olan daxili təsərrüfat sistemləridir. İslahatdan sonra Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həmin qurğuların meliorasiya və su təsərrüfatının balansına verilməsi və mütəmadi təmir bərpa işlərinin aparılması onları tamamilə məhv olmaq təhlükəsindən xilas etdi.
1993-2003-cü illərdə 12 kilometrdən çox suvarma kanalları və torpaqların meliorasiv vəziyyətinin yaxşılaşdırılması üçün 370 kilometrlik kollektor drenaj şəbəkəsi tikildi və bərpa edildi. Sel və daşqın təhlükəsinin qarşısının alınması üçün uzunluğu 15 kilometrə çatan mühafizə bəndləri inşa olundu. Ulu Öndər ilk xarici sərmayəni təsadüfən ölkənin su təsərrüfatına yönəltmədi. Belə ki, Azərbaycanın su ehtiyatı cəmi 28 kub kilometrdir. Onun təxminən 1/4-i Respublikamızın ərazisi daxilində, qalanı isə sərhədyanı bölgələrdə və xarici ölkələrdə formalaşır. İlk xarici sərmayə ölkənin cənub-şərqində, Milmuğan düzənliyində və Kür-Araz ovalığında yerləşən Baş Milmuğan kollektorunun tikintisinin davam etdirilməsinə yönəldildi. Bu, Prezident Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı aparılan məqsədyönlü danışıqlar və Ulu Öndərin şəxsi nüfuzu sayəsində mümkün oldu. Samur Abşeron kanalının rekonstruksiyası da çox bizim üçün əhəmiyyətlidir. Milmuğan kollektor sisteminin də rekonstruksiyası bizim üçün çox maraqlıdır. Bunlar məsələ əgər tezliklə işə başlanılsa, bunların Azərbaycanın iqtisadiyyatına çox müsbət təsir ola bilər. Baş Milmuğan kollektorunun inşasına Azərbaycan hökuməti, Dünya Bankı və İslam İnkişaf Bankının xətti ilə 17.757.411 yeni Azərbaycan manatı sərf olundu. Kollektorun ikinci hissəsinin tikintisi 2000-ci ildə, üçüncü mərhələsinin isə inşası 2006-cı ilin may ayında yekunlaşdı. Mil Qarabağ kollektorunun da Baş Milmuğan kollektoruna qoşulması nəticəsində isə böyük bir ərazidə torpağın meliorasiv vəziyyəti və Kür çayının suyunun keyfiyyəti yaxşılaşdı. Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev adına su anbarının inşası da son illərdə həyata keçirilən ən mühüm layihələrdəndir. Bu obyekt Muxtar Respublikanın Babək, Şahbuz və Culfa rayonlarının 6,9 min hektar yeni torpaqlarının suvarılmasına və 9,9 min hektar əvvəlki əkin sahəsinin su təminatının daha da yaxşılaşdırılmasına imkan yaratdı. Həmin su anbarının tikintisinin yekunlaşdırılması Naxçıvan şəhərini və bir sıra digər yaşayış məntəqələrini real sel təhlükəsindən xilas etdi. Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su mənbəyi olan Ceyranbatan su anbarının etibarlı qorunması üçün Avropa Birliyinin ayırdığı qrant hesabına gölün çəpərlənməsi işləri yerinə yetirildi. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi ən vacib layihələrdən biri də Samur Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlıdır. Tikintisinə 2-ci Dünya müharibəsindən əvvəl başlanan Samur Abşeron kanalı uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən bu qurğu qəza vəziyyətinə düşmüş, ölkənin şimal rayonları, Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasının əhalisinin, sənaye müəssisələri və əkin sahələrinin su təminatı problemi ciddi xarakter almışdı. Ulu Öndərin tapşırığına əsasən Samur Abşeron suvarma sisteminin yenidən qurulmasının texniki iqtisadi əsaslandırılması hazırlandı və konkret tədbirlərə başlandı. Bu işlər 14 il ərzində 4 mərhələdə həyata keçiriləcək. Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasının ayırdığı maliyyə vəsaiti hesabına Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində qəza vəziyyətinə düşən baş su qəbul edicinin əsaslı şəkildə bərpası xüsusi əhəmiyyət kəsb edir. Xatırladaq ki, su buraxma qabiliyyəti saniyədə 1450 kubmetr olan Samur çayı üzərindəki baş hidroqovşaq 50 ildən çox idi ki, daşqınlar nəticəsində tamamilə yaratmaz və təhlükəli vəziyyətə düşmüşdü. Su götürmə qabiliyyəti dəyişməz qalan həmin qurğu indi normal və təhlükəsiz fəaliyyət göstərir. Baş hidroqovşağın ərazisində inşa edilən yeni baş su durulducu qurğu da mükəmməliyi ilə diqqəti çəkir. Müasir idarəetmə sisteminə malik bu qurğu saniyədə 70 kubmetr suyu çöküntülərdən 32%-ə qədər təmizləyir. Tikintisinin gedişi ilə Prezident İlham Əliyevin də yaxından tanış olduğu Xanar kanalının inşası da zəruri əhəmiyyət daşıyırdı. Bu bölgede yerleşen rayonlar əhatə edir. Quba, Xaçmaz, Siyəzən,
Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsində təxminən yarım əsr ərzində əsaslı təmir bərpa işləri aparılmasının mümkün olmaması da bu işi sürətləndirməyi tələb edirdi. Cəmi 4 il ərzində müasir hidrotexniki qurğularla birlikdə beton üzüklü xanat kanalı tikilib istifadəyə verildi. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Azərbaycan tarixində ilk dəfə beton təsərrüfatlar arası kanalların inşası da xüsusi qeyd olunmalıdır. Kanalların betonla üzlənməsi və müvafiq hidrotexniki qurğuların quraşdırılması əkin sahələrinin bataqlaşmasının və əlavə su itkisinin qarşısını alır, suyun əkin sahələrinə bərabər paylanması üçün şərait yaradır. 14 il ərzində 4 mərhələdə həyata keçiriləcək Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində hazırda beynəlxalq səviyyəli Taxta Körpü su anbarı, Vəlvələçay Taxta Körpü kanalı və Taxta Körpü Ceyranbatan kanalının tikintisi davam edir. Ən son elmi texniki yeniliklərə əsaslanan bu cür hidrotexniki qurğular yalnız ən inkişaf etmiş ölkələrdə inşa olunur. 2011-ci il avqust ayının 15-də Prezident İlham Əliyev 10,7 kilometrlik birinci mərhələsi istismara verilən Vəlvələçay Taxta Körpü kanalı ilə tanış oldu. Qeyd edək ki, kanalın tikintisi başa çatan 2 mərhələsinin inşası İslam İnkişaf Bankının vəsaiti hesabına maliyyələşib. Beton üzüklü kanalın ümumi uzunluğu 31 km 450 metrdir. Su buraxma qabiliyyəti saniyədə 75 kub metr olan bu hidrotexniki qurğunun dibdən eni 4 metr, dərini isə 4,3 metr təşkil edir. Kanal öz başlanğıcını Samur-Abşeron kanalının Vəlvələ çayının sonraki hissəsində tikilmiş baş su götürücü qurğudan götürməklə Şabran çayında 2 xətli dükerlə keçərək sona çatır. Kanalın bu hissəsində bir baş qurğu, 2 düker, 4 körpü və 12 sel ötürücü qurğu tikilib. Vəlvələçay Taxta Körpü kanalının birinci mərhələsinin istismara verilməsi ilə Quba və Şabran rayonlarında 3000 hektar sahədə torpaqların suvarma suyu ilə təminatı yaxşılaşacaq. Bundan başqa Şabran rayonunda 1000 hektara qədər ərazidə müvafiq mineraltiv tədbirlər aparılmaqla yeni suvarılan əkin sahələri istifadəyə veriləcək, həmçinin birinci mərhələnin sonundakı hissədən Şabran çayı qidalandırılmaqla Şabran rayonunda 5000 hektara qədər suvarılan torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına imkan yaranacaq. Bu hidrotexniki qurğunun 20 km 750 metrlik ikinci hissəsi isə Dövlət Neft Fondunun vəsaiti hesabına tikilir. Həmin mərhələdə 3 düker, 2 tunel, 10 körpü, 20 sel ötürücü və digər hidrotexniki qurğular inşa ediləcək. İndiyə qədər 14 kilometrə qədər açıq kanalın 10 kilometrlik hissəsində beton üzlük qoyulub, ümumi uzunluğu 5,7 kilometr təşkil edən 2 tuneldən birinin tikintisi başa çatdırılıb, ikincisində isə 800 metr uzunluğunda qazma və betonlama işləri qalıb. Kanal üzərindəki digər hidrotexniki qurğuların tikintisi başa çatdırılmaq üzrədir. Bu obyektdə tikinti işləri 2012-ci ildə yekunlaşdırılmalıdır. Həmin layihənin həyata keçirilməsi ümumilikdə 19.000 hektardan çox sahədə olmaqla Şabran və Quba rayonlarında 10.168 hektar mövcud suvarılan torpaqların suvarma suyu ilə təchizatı yaxşılaşacaq. Şabran rayonunda 8.866 hektar yeni suvarılan sahələr istifadəyə veriləcək. Dövlət başçısının 2007-ci ildə təməl qoyma mərasimində iştirak etdiyi 25 meqavatlıq su elektrik stansiyası ilə birlikdə Taxta Körpü su anbarı Azərbaycanda reallaşdırılan layihələrin müasirliyi və mükəmməlliyi ilə seçildiyinə dəlalət edir. Anbarın bəndinin uzunluğu 1180 metr və hündürlüyü 142,5 metrdir. Sahəsi 8,7 kvadrat kilometrə çatan gölün ümumi su tutumu 268,4 milyon kub metr, faydalı həcmi isə 218,9 milyon kub metrdir. Ümumilikdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi Bakı, Sumqayıt və Abşeron yarımadasının suya olan tələbatını yaxşılaşdırmaqla saniyədə 18 kub metr suyun verilməsinə, eləcə də ölkəmizin şimal bölgəsində ekoloji tarazlığın yaranmasında mühüm rol oynayacaq. Yalnız Sitalçay və Ceyranbatan nasos stansiyalarını ləğv etməklə suyun öz axını ilə Ceyranbatan su anbarına verilməsi nəticəsində 167 milyon kilovat-saat elektrik enerjisinə və 15 milyon manata qədər maddi vəsaitə qənaət ediləcək. Bundan başqa həmin layihənin yekunlaşması ilə Respublikamızın şimal bölgəsində 150 min hektar sahədə torpaqların su təminatının yaxşılaşdırılmasına əlverişli zəmin yaranacaq. Gələcəkdə isə şimal çaylarından suyun götürülməsi layihələrinin həyata keçirilməsi və 30 min hektar yeni suvarılan sahənin əkin dövriyyəsinə daxil edilməsi qarşıya məqsəd qoyulub. Obyektdə tikinti
tikinti işlərinin 2013-cü ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub. Taxta körpü Ceyranbatan kanalının tikintisində məqsəd isə mövcud nasos stansiyalarını ləğv etməklə saniyədə 40 kub metr suyu öz axını ilə Ceyranbatan su anbarına çatdırmaqdır. Beton üzlüklü həmin hidrotexniki qurğunun ümumi uzunluğu 110 km, 330 metr təşkil edəcək. Kanalın dibdən eni 2 metr, dərinliyi isə 4 metrdir. İndiyə qədər 87 kilometrlik açıq kanaldan 37 kilometrlik hissədə beton üzlük qoyulub, ümumi uzunluğu 9,2 kilometrə çatan 10 dükerdən 9-unun tikintisi başa çatdırılıb, bir akvedükün inşası tamamlanıb, qazma işləri başa çatdırılan tuneldə betonlama aparılır. Artıq kanalın 12,1 kilometrlik kapalı hissəsinin 9,6 kilometri tikilib. Hazırda kanalın üzərindəki digər hidrotexniki qurğularda inşaat işləri davam edir. Bu obyektin tikintisinin də 2013-cü ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə Azər Körpü şirkətinin liderlik etdiyi konsorsiumun reallaşdırdığı həmin beynəlxalq səviyyəli layihələri yerli mütəxəssislərin həyata keçirmələri qürur doğurur. Taxta körpü su anbarı və Samur-Abşeron kanalı layihəsi ölkəmizdə demək olar ki, ən böyük infrastruktur layihələrindən biridir. Bəlkə də birincisidir. Həm əhmiyyətə görə, həm də ki, bura qoyulan maliyyə resurslarına görə. Və çox şadam ki, bu layihə icra edilir. Öndərin dünya görüşlü, irəliyə olan baxışları, Azərbaycanın inkişafı ilə bağlı olan bütün ideyaları reallaşdırır və yüksək səviyyədir. Respublikamızın paytaxtı daim içməli su qıtlığı ilə üzləşib. 20-ci əsrin əvvəllərində çəkilən Şollar su kəməri bu problemi qismən aradan qaldırdı. 1970-ci ildə isə Bakı şəhərinin suya kəskin tələbatı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə çəkilən Kür və Ceyranbatan su kəmərləri vasitəsilə həllini tapdı. Ötən əsrin sonunda Azərbaycan müstəqilliyini yenicə bərpa etdiyi dövrdə paytaxtda su təchizatı sistemi hətta sıradan çıxmaq təhlükəsi ilə üzrə idi. Bunun qarşısı ümummilli liderin Dünya Bankı ilə apardığı danışıqlar nəticəsində su sektoruna ilk dəfə güzəştli şərtlərlə kredit ayrılması ilə alındı. Ulu Öndər Heydər Əliyevin 2002-ci ilin dekabr ayında keçirdiyi müşavirə Bakının içməli su ilə təchizatının dolğun həlli baxımından həlledici rol oynadı. Ümummilli lider ölkəmizin paytaxtına beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının yetişdiyini əsaslandırdı və həmin məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə əlaqədar müvafiq tapşırıq verdi. Mən hesab edirəm, biz bunun üzərində işləməliyik. Çünki Bakıya biz gərək daha da çox su gətirək, özdə təmiz bulaq suyu gətirək. Oğuz-Qəbələ-Bakı su kəmərinin layihəsinin hazırlanması barədə tapşırıqsa Respublikada su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı Prezident İlham Əliyevin 2005-ci ilin sentyabr ayında keçirdiyi müşavirədə verildi. Qeyd olundu ki, Taxta Körpü su anbarı və Oğuz-Qəbələ-Bakı su kəməri paytaxtın içməli su probleminin uzun müddət üçün həlli baxımından prioritet xarakter daşıyır. Bu kəmər tikilməlidir. Ən yüksək standartlara uyğun, qısa müddət ərzində bunun maliyyə mənbələri bizdə var. Bunu tikmək üçün bizə kredit axtarmaq lazım deyil. Çünki artıq bizim maliyyə imkanlarımız var. Və biz öz maliyyə resurslarımızı bu məsələyə yönəltməliyik. 2007-ci ilin yazında Oğuz rayonunda Prezident İlham Əliyevin iştirakı ilə ümummilli əhəmiyyət kəsb edən bu layihənin təməli qoyuldu. Beləliklə, 21-ci əsrin ən möhtəşəm layihələrindən birinə start verildi. Oğuz-Qəbələ-Bakı su kəmərinin uzunluğu 262 km, diametri 2000 mm, su buraxma qabiliyyəti isə saniyədə 5 kub metrdir. 8 rayonun ərazisindən keçən kəmər boyunca 25 metr enində sanitar mühafizə zonası yaradılıb. Bu kəmərin normal qaydada istismarı üçün SKADA idarəetmə sistemi quraşdırılıb. Həmin qurğunun üstünlüyü quyulardan çıxan suyun bir yerə toplanaraq kəmərlə öz axını ilə Bakıya çatdırılmasındadır. Oğuz-Qəbələ-Bakı kəməri ilə ötürülən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının bütün tələblərinə tam uyğundur və hətta dünyanın bir çox megapolislərinə verilən içməli suyu keyfiyyətcə xeyli üstələyir. 2011-ci il ərəfəsində Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı Respublikamızın paytaxtının sakinləri üçün əsl bayram hədiyyəsi oldu.
Oğuz-Qəbələ-Bakı su kəməri paytaxtda əhalinin su təchizatında böyük dönüş yaradır. Bu suyun qəbulu və paylanması şəbəkəsində yenidən qurma başa çatdıqdan sonra Bakı şəhəri və ətraf qəsəbələrdə daimi və keyfiyyətli içməli su ilə təminat 70% üstələyəcək. Bugünkü gün tarixdə qalacaq. Bu kəmər, bir də demək istəyirəm ki, insanlara rahatlıq gətirəcək, sağlamlıq gətirəcək. Su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Təmiz su, təmiz hava, bütün bunlara biz nail olmalıyıq. Və bugün Bakıda və başqa bölgələrdə görülən işlər, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş işlər bu məqsədi daşıyır. Ümumilikdə Taxtakörpü su anbarı və Oğuz-Qəbələ-Bakı su kəməri ən azı yaxın 50 il ərzində paytaxtın keyfiyyətli içməli su ilə təchizatını tam və dolğun təmin etdi. Hazırda melioratorlar Ulu Öndərin daha bir arzusunu Şəmkir çayı üzərində dəryaçanın tikintisini davam etdirirlər. Layihənin əsas məqsədi Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 50.122 hektar torpağının su təminatını yaxşılaşdırmaq və 20.834 hektar yeni suvarılacaq torpağın su təminatını həyata keçirməkdir. Layihə Şəmkir çayı üzərindəki Qaraçöp adlanan ərazidə Seyfəli yaşayış məntəqəsinin yuxarı hissəsində reallaşdırılacaq. Şəmkir çay su anbarı ilə yanaşı burada su elektrik stansiyası, Şəmkir çay əsas kanalı, qidalandırıcı kanal, sol sahil Şəmkir çay kanalı və sağ sahil Şəmkir çay kanalı inşa olunacaq. Şəmkir çayı üzərində su anbarının tikintisində əsas məqsəd torpaqların suvarılması və maya dəyəri aşağı olan elektrik enerjisinin alınmasıdır. Tikintisinə 1986-1987-ci illərdə başlanan vəsait çatışmazlığına görə yarımçıq qalan Göytəpə su anbarı da ən müasir standartlar səviyyəsində yenidən quruldu. Ümumi həcmi 3,7 milyon kubmetr olan həmin su anbarının faydalı həcmi 3,3 milyon kubmetr təşkil edir. Bu hidrotexniki qurğunun istifadəyə verilməsi Cəlilabadda kənd təsərrüfatının inkişafının sürətləndirilməsinə hərtərəfli imkanlar yaratdı. Meliorasiya və su təsərrüfatı açıq səhmdar cəmiyyətinin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin xətti ilə də Respublikamızın müxtəlif bölgələrində silsilə layihələr reallaşdırılır. Tovuz çay su anbarı, Hacıqabı rayonunda Pirsaat, Şamaxıda Zoqalava çay su anbarlarının və digər onlarla hidrotexniki qurğunun tikintisinin davam etdirilməsi də zərurətdən irəli gəlir. Rayonların sosial-iqtisadi inkişafı dövlət proqramına əsasən bir sıra bölgələrdə mövcud kanallar müasirləşdirilir və ya yeniləri tikilir. 140 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhramtəpə hidroqovşağının yenidən qurulması 2004-cü ildə, ölkəmizin müxtəlif bölgələrində təxminən 52 min hektar ərazidə digər suvarma paylayıcı sistemlərin təmir bərpa işləri isə 2010-cu ildə başa çatdırıldı. İrriqasiya 2 və ya Azərbaycanın suvarma paylayıcı sisteminin və onun idarə olunmasının təkmilləşdirilməsi layihəsi çərçivəsində həyata keçirilən silsilə tədbirlər aqrar islahatların dərinləşməsinə təkan verir, eləcə də Füzulinin Harami düzündə, Laçın qış otlaqlarında və digər yerlərdə məskunlaşan məcburi köçkünlərin məşğulluğunu artırır. Ən savab işlərdən biri də subartizian quyularının qazılması ilə bağlıdır. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı kəskin ehtiyac duyulan bölgələrdə, xüsusilə cəbhəyanı ərazilərdə subartizian quyularının sayını artırmağa da geniş imkanlar açır. Son 7 ildə ölkəmizdə 646 subartizian quyusu qazılaraq istifadəyə verilib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Dünya Bankının kredisi hesabına Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci layihə çərçivəsində Respublikanın 16 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işlərinin həyata keçirilməsi üçün texniki iqtisadi əsaslandırmanın hazırlanması yekunlaşdırılıb, artıq Şabran və Siyəzən rayonlarında tikinti işlərinə başlanıb. Ümumilikdə Prezident İlham Əliyevin dövlət başçısı olduğu dövrdə Respublikamızda meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 6,3 dəfə, bütün maliyyə mənbələri hesabına bu sahəyə əsaslı kapital qoyuluşu isə 37 dəfəyə qədər artıb. Bunun məntiqi nəticəsi olaraq mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı əsaslı şəkildə yaxşılaşıb, sistem üzrə işçilərin əmək haqqı 7,4 dəfə artıb, sahənin maddi texniki bazası genişləndirilib və 1220-dən çox müasir maşın mexanizmi alınıb. Dövlət başçısının hərtərəfli qayğısı sayəsində meliorasiya və su təsərrüfatı obyektlərində xarici investisiyalar, Dövlət Neft Fondu və dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına 2010-cu ildə 2003-cü ilə nisbətən 31 dəfə çox tikinti,
yenidən qurma və bərpa işləri aparılıb. Bütövlükdə həyata keçirilən tikinti, təmir, bərpa və istismar tədbirləri hesabına respublikamızda 200 min hektardan çox suvarılan torpaqların meliorasiv vəziyyəti və əkin sahələrinin su təminatı yaxşılaşdırılıb. Bu da ölkəmizdə kənd təsərrüfatının əsaslı şəkildə inkişafına əlverişli zəmin yaradıb. 2002-ci ilin payızından başlayaraq təbiət Azərbaycanı ciddi sınağa çəkdi. Xüsusilə nizamlanan Kür və Araz çaylarında sel və daşqın təhlükəsi real xarakter aldı. Uzun illər boyunca davam edən quraqlıqdan sonra qəflətən belə təhlükənin meydana gəlməsi Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin kollektivi üçün silsilə çətinliklər yaratdı. Kürdə suyun sərfi saniyədə 2000 kub metrə yaxınlaşdı, bəzənsə hətta 2200 kub metri də üstələdi. Qısa müddətdə səfərbər olan kollektiv təbiətin bu şıltaqlığının qarşısını gecəli-gündüzlü zəhmətə qatlaşmaqla aldı. Nizamlanan Kür və Araz çayları ilə yanaşı dağ çaylarında da mühafizə tədbirləri genişləndirildi. Meliorasiya və Su Təsərrüfatı Aşıq Səhmdar Cəmiyyətinin 4 il ərzində reallaşdırdığı selə qarşı tədbirlər layihəsi mükəmməlliyi ilə diqqəti çəkir. Bu layihə Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı arasında 2004-cü ilin iyul ayında bağlanmış kredit sazişi əsasında aparıldı. Təəssüf ki, 2010-cu ildə bütün dünyada ciddi problemlərə səbəb olan təbii fəlakətlər respublikamızdan da yan ötmədi. Kür çayında suyun sərfinin görünməz həddə çatması, saniyədə 2500-2600 kub metre üstələməsi daşqınlara səbəb oldu. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilən operativ və kompleks tədbirlər hesabına təbii fəlakətin qarşısı alındı, onun nəticələri aradan qaldırıldı. 2010-cu ildə baş verən daşqınlardan ötən qısa zaman kəsiyində sel və daşqın sularından mühafizə məqsədi ilə köklü tədbirlər reallaşdırıldı. Qısa müddətdə 597 km uzunluğunda torpaq mühafizə bəndləri əsaslı şəkildə bərpa edilərək hündürləşdirildi və möhkəmləndirildi, digər silsilə tədbirlərin həyata keçirilməsinə başlandı. Hazırda istər nizamlanan, istərsə də dağ çayları boyunca mühafizə tədbirləri səngimir. Yeni kompleks tədbirlər planına əsasən Kür və Araz çaylarında və onlara tökülən çaylarda 1400 km uzunluğunda bəndlərin bərpası və yenidən qurulması, kanalların, drenaj şəbəkələri və nasos stansiyalarının bəndlərinin mühafizə zonasından çıxarılması nəzərdə tutulub. Bu işlərin investisiya proqramı əsasında reallaşdırılması üçün 2011-2012-ci illərdə vəsait ayrılması nəzərdə tutulub. Kompleks tədbirlər planı Fövqəladə Hallar Nazirliyi tərəfindən ekspertiza edilir. Azərbaycanın su ehtiyatı məhdud olduğundan bu potensialdan səmərəli istifadə etməklə ölkə əhalisinin etibarlı ərzaq məhsulları ilə təminatına və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə nail olunmalıdır. Bu, dövlət başçısının göstərişi ilə müvafiq dövlət proqramlarında da əksini tapıb. Ölkəmizdə suvarmaya yararlı 3,2 milyon hektar sahənin təxminən yarısı 1,5 milyon hektara qədəri suvarılan torpaqlardır. Həmin torpaqlar mühəndisi suvarma və kollektor drenaj şəbəkələri ilə təşkil edilir. İndiyə qədər ölkəmizdə yaradılan 585 sudan istifadə edənlər birlikləri də suvarmanın mütəşəkkil keçməsi prosesinə yaxından cəlb olunur. 2010-cu ildə 1.300.000 hektar əkin sahəsinin lazımi miqdarda orta hesabla 3 dəfə suvarılmasını təmin edən melioratorlar cari ildə də bu vəzifənin öhdəsindən layiqincə gəlirlər. Ümumilikdə nümunəvi torpaq islahatı, aqrar sənaye kompleksinin beynəlxalq təcrübə əsasında yenidən qurulması, meliorasiya və irriqasiya sisteminin köklü şəkildə inkişafı respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan mühüm addımlardandır.